Deməli yoldaşlar, mən sizə gənclər üçün olan işlərdən bəhs etmək istəyirəm. Bu deməkdir ki, gənclərə olan işlər elə ancaq bunlardan ibarətdir. Xeyr, bəzi məqamlarına görə onları seçib sizinlə paylaşıram. Gəlin başlayaq. İlk öncə misal üçün sistem operatoru işindən bəhs edeyim. Bu gənclə dedikdə adətən yəni subay olan gənclər nəzərdə tutulur yoldaşlar. Yəni ailəli olmayan, sırf özü üçün, özünün inkişafını belə deyim, güdən şəxslər üçün olan vakansiyalardır. Misal üçün sistem operatoru işi var. MyCourier'dədir, 500 manat verir. 22-35 yaşlı şəxssinizsə, ofis proqramlarında işləmə bacarığınız varsa, kompüter bilirsinizsə, hətta natamam ali təhsiliniz də olsa, bu işə müraciət edə bilərsiniz. Bu bir variantdır. Daha sonra misal üçün belə bir variantda da iş var. Yəni burada 600-700 manatlıq variantlarda da işlər var yoldaşlar. Yəni yüksək məhdudlu olanlar da səhv hatırlamamız olmalıdır. Sonra növbəti iş misal üçün qiymətləndirmə işləridir. İşin adı sizi qorxutmasın yoldaşlar. Misal üçün mərkəzi ekspertiza bürosundadır. Qiymətləndirmə üzrə işçiyə ehtiyac var. Maksimum amma 28 yaşınız olmalıdır. Ali təhsiliniz olmalıdır. Word, Office proqramlarını bilməlisiniz yoldaşlar. Çərşəhər metrosu yaxınlığındadır. Deməli, ondan 6-ya kimi olan bir işdir. Bu işə müraciət edə bilərsiniz. Burada 700 manata yaxın qazana bilərsiniz yoldaşlar. Analitik düşünmə qabiliyyətiniz varsa əgər. Bu bir variant idi yoldaşlar. Növbəti bir variant misal üçün gecə-gündüz rejimi də olan, yəni əslində siz bilmə ehtimalınız var burada. Reception işidir, Avrasiya oteldədir. 600 manat qazana bilərsiniz. İçərişəhərdə yerləşir. Bu da gecə və gündüz növbəsində receptionlar axtarılır. Yəni həm xanımlar, həm bəylər müraciət edə bilərmi? Görək. Yox, ancaq kişilər üçündür. Amma burada yəni iki növbə var. Siz hansını seçirsinizsə ona uyğun müraciət edə bilərsiniz. Amma hər ikisində də əmək haqqısı eynidir yoldaşlar. 20-35 yaşlı kişi olmalısınız. Rus və ya İngilis dilindən birini bilməlisiniz. Kompüter bilikləriniz olmalıdır. Məsələn, gündüz növbəsi səhər 8-dən 6-ya kimidir. Axşam növbəsi də var. Məsələn, gündüz növbəsində hər gün işləyirsiniz. Amma gecə növbəsində bir gün iş, bir gün evdir. Məsələn, 18:00-dan səhər saat 8-ə kimidir. Amma hər ikisində də əmək haqqısı eynidir yoldaşlar. Xəbəriniz olsun. Tələbələrə məsələn bu sərf eləyər əgər kimsə gecə növbəsində işləmək istəyirsə. Misal üçün, təmizlikçi işi də var bu arada. 18-25 yaşlı kişi xeylaxlar üçün kafenin gündəlik təmizliyini, zalda səliqə və təmizliyi qorumaq istəyirsə, Kafe İtaliyada mol daxilində yerləşir. Belə bir iş var. 8-dən, səhər 8-dən günorta 2-yə kimidir. 300-400 manat verir. O da iş bazarınıza görə dəyişə bilir. Sonra Binəqədidə asan bir iş var. Misal üçün, gəncsinizsə, evli deyilsinizsə, bir ixtisasınız, bir peşəniz yoxdursa və yaxud da dəyişmək istəyirsinizsə, Azin Technology-də Binəqədi rayonunda 600 manatlıq bir iş var. Elektrik ustası, elektrik üzrə köməkçi işidir daha dəqiq desək. 20-35 yaşlı olmalısınız yoldaşlar. Alətlərdən, tornavida, cihazından istifadə bacarınız olmalıdır. Bu, elektrik işlərdən marağı və yaxud da öyrənməyə həvəsi olan şəxslər üçündür. Heç olmasa orta təhsiliniz olmalıdır yoldaşlar. Bir sənətə yiyələnmək istəyirsinizsə, bu işlər sizin üçün uyğun ola bilər. Sonra təhsilat üzrə təcrübəçi işi var yoldaşlar. KM servisdədir. Burada da 600 manat verir yoldaşlar. İngilis dilini bilməlisiniz, ali təhsilli olmalısınız. Varsa bu sahədə, misal üçün, logistika sahəsidə, bu sahədə də, misal üçün, davamlı olaraq vakansiyalar olur. Öz karyeranızı qura bilərsiniz. Sonra kurator işi var, ərazi nəzarətçisi işi var. Bu da 500 manat verir əmək haqqısı, amma nahar pulu da verir. Səhər 8-dən günorta 3-ə kimidir. Port Bakı biznes mərkəzindədir. Həftədə 5 günlük bir işdir, 5-ci günlər. Bundan əlavə ofis meneceri işi var yoldaşlar. Vitamer şirkətindədir. 500-600 manatlıq, 21 yaşdan yuxarıdır yaşınız əgər. Müraciət edə bilərsiniz. 57 yaşa qədər götürə bilirlər. Yasamal rayonundadır. Ofis proqramını sərbəst bilməlisiniz, ali təhsilli olmalısınız. Bundan əlavə xaricdə təhsil üzrə təcrübə proqramı var yoldaşlar. Burada yəni yüksək qazana bilirsiniz. 200 manatdan 1000 manata qədər. Təcrübə müddəti 2 aydır. Belə bir variant var. Təcrübənin də müddətində rəsmi qeydiyyat aparırsınız, yəni təcrübəyə sayılır o da. Xaricdə təhsil sahəsində karyera qurmaq istəyən, motivasiyalı, öyrənməyə açıq və inkişaf yönümlü gəncləri öz komandalarına dəvət edirlər. Buyurub siz də orada təcrübəçi olaraq işləyə bilərsiniz. Sonra
AMB kredit evində var yoldaşlar, təcrübəçilər üçün, təcrübə toplamaq istəyənlər üçün 400-500 manatlıq bir iş, 18-30 yaşlı uşaqlar üçündür. Heç olmasa natamam mali təhsiliniz varsa, rəzi hesablama, analitik düşünmə qabiliyyətiniz varsa, Excel üzrə ilkin bilikləriniz varsa, müraciət edə bilərsiniz bu işə. Bundan və helpdesk üzrə təcrübəçi işi də var, 300-400 manatlıq, 18-28 yaşlı uşaqlar üçündür yoldaşlar. Printer və skanner avadanlıqlarda işləmə təcrübəniz varsa və sair proqram təminatlarının quraşdırılması və sızlanması üzrə bilikləriniz varsa, ona da müraciət edə bilərsiniz. Sonra maaşlı başqa bir təcrübə proqramı da var yoldaşlar. Onlardan da bəhs etmək istəyirəm sizə. Bir neçə variantından da. Təxminən deyim də sizə. Xüsusən Deyazda var yoldaşlar. Özdə bir neçə. Həm satış və əməliyyatlar üzrə, həm innovasiya və əməliyyatlar, həm biznes əməliyyatları, həm B2B və B2C satış üzrə, həm digital marketinq üzrə, həm kiçik biznes koordinatoru üzrə təcrübə proqramı var. Onlara müraciət edə bilərsiniz. Amma burada Excel-i əla bilməlisiniz, yoldaşlar, xəbəriniz olsun və ali təhsilli olmalısınız. Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə üzrə. O üçündən biri belə deyim. Bundan əlavə təcrübə proqramı var infrastrukturun idarə edilməsi departamentində. Sintek şirkətlər qrupunda son kurs tələbəsi də olsanız müraciət edə bilərsiniz. Ali təhsilli də olsanız müraciət edə bilərsiniz. İş təcrübəsi tələb edirlər və ofis proqramlarında baza biliklər. Və fikir verdinizsə, bunlar nə sizdən təcrübə tələb edirlər, nə xüsusi bilik və bacarıqlar tələb edirlər. İş təcrübəniz yoxdursa, yəni belə işlərlə təcrübə toplaya bilərsiniz yoldaşlar. Ki, sonra hər hansı bir iş yerinə müraciət edəndə sizə desələr ki, iş təcrübəniz yoxdursa, nə edirik biz siz? Əlinizdə bir faktınız olsun ki, hər hansı bir yerdə heç olmasa təcrübəçi olaraq bir neçə ay işləmisiniz. Sonra daxili nəzarət şöbəsində təcrübəçi işi var yoldaşlar. Tam stordadır, maaşlıdır bu da. Yəni pulsuz da işlətmirlər. Bəziləri misal üçün pulsuz işlədirlər, fikir versinizsə təcrübə proqramları. Amma bəzilərinin əksəriyyəti artıq son dövrlər yəni ödəniş ödəyirlər. Çünki qanuna da ziddir, yəni təcrübə proqramlarında ödəniş ödənilməlidir və müqavilə ilə olur bu işlər. Sonra yoldaşlar Azərşonun tərkibində iş var. Dreamland Bakuda, bankdadır. As-Sənaye Bankındadır. Müştəri xidmətləri departamentində təcrübəçi işi var. Ali təhsiliniz iqtisadidirsə əgər, ofis proqramlar üzrə bilikləriniz varsa bu işə müraciət edə bilərsiniz. Bu işlərdə müraciət dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz əgər bu videonu YouTube-da görürsünüzsə, videonun adında qeyd olunubdur əlaqə vasitəsi. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, siz o zaman Toğrulacov sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.